Hörmətli izləyicilərimiz, sizi salamlayıram. Biz bugün canlı yayındayıq və bizim mövzumuz bel və boyun fəqərə arası disklərin yırtıqları. Bu çox geniş yayılmış bir problemdir. Çox insanlarda belə bir ağrılı vəziyyətlər yaranır və bugün qısa olsa da bəzi məlumatlar vermək istərdim. Ümumiyyətlə bu yırtıqlar nədir, nədən yaranır və müalicəsi necə olur? Ümumiyyətlə, fəqərə arası disk yırtıqları nə olan şeydir, nədir? Bizim onurğamız zəncir tipli bir strukturdur. Onurğamızda fəqərələr və fəqərələr arasında qığırdaq tipli strukturlar var, disklər və bu disklər onurğaya düşən yükləmələri azaldır, onurğanın hərəkətliyini təmin edilməsində mühüm bir rol oynayır, amortizator funksiyasını yerinə yetirir. Bəzi səbəblərdən, müxtəlif səbəblərdən onları da açıqlayacağıq. Hansı səbəblərə görə bu disklərin qişaları, onların tamlığı pozulur və içindəki jel tipli möhtəviyyət çıxır və ətrafda keçən sinirləri sıxır, sinirlərə baskı verir və kəskin bir ağrılı vəziyyətə gətirib çıxarır. Buna biz disk yırtıqları deyirik. Hansı səbəblərdən bu baş verə bilər? Müxtəlif degenerativ proseslərə görə, sadə dillə biz çox vaxt ona duzlaşmalar deyirik, osteoxondrozun nəticəsində olur deyirik. Oturaq həyat tərzi, artıq çəki, ağır fiziki iş, müxtəlif texniki düzgün olmayan hərəkətlər və digər səbəblərdən bu baş verə bilər. Ümumiyyətlə, tipik vəziyyət necə olur? Pasient necə bizə müraciət edir? Çox vaxt pasient deyir ki, mən əyilib nəsə yerdən qaldırırdım, harasa gedirdim, bagajı götürürdüm ya da ki, ağır bir əşya çalışdım, əyildim, çalışdım, götürüm və bu zaman kəskin bir ağrı hiss elədim. Bəzi pasientlər səbəbsiz ağrılar kimi onları bizə, yəni bu ağrılarına şikayət edir. Deyir ki, hansısa bir travma almamışıq, hansısa bir ağır yükü götürməmişik. Sadəcə oturaq iş rejimimiz var, oturaq həyat tərzimiz var. Əslində bu səbəbsiz yaranmır. Bir neçə faktorlar buna gətirib çıxarır və oturaq həyat tərzi, oturaq iş rejimi bu yırtıqların yaranmasına da meyillik yaradır. Əgər bu yırtıqlar boyunda yaranırsa, əgər diskin möhtəviyyəti boyun fəqərələrdə ətrafına çıxırsa, o zaman ətrafda keçən sinirləri sıxır və qollara gedən sinirləri sıxır. Qollarda zəiflik, qollarda ağrı, çox kəskin ağrılar, keymə, bu tip şikayətlər ortaya çıxır. Əgər bu proses beldə baş verirsə, o zaman ağrılar ayaqlara yayıla bilər. Ayaqda ağrı, ayaqda keymə, ayaqda əzələ zəifliyi, bu tip şikayətlər ortaya çıxır. Hansı müayinələr lazımdır belə pasientlərə? Qızıl standart MRT-dir. MRT müayinəsi aparılır və biz MRT-nin nəticəsini dəyərləndirərik və pasientlər ya yox, təəssüflər olsun ki, rengen sinirləri sıxılır bunun üçün müayinəsi. Onu da demək istəyirəm, qeyd eləmək istəyirəm ki, tək MRT-nin cavabına görə, tək yırtığın ölçüsünə görə biz müalicə taktikasını seçmirik. Çünki burada mütləq pasientin öz şikayətləri vacibdir. Pasientdə yaranmış defisitlər bizə çox vacibdir. Çünki ağrı sindromu, ağrılı vəziyyətlər çox individualdır. Bəzi vaxtlar pasientdə kifayət qədər böyük yırtıq varsa, 10 milli, 12 milli yırtıq var, amma pasient deyir ki, mən əsasən oturub duranda bəzi vaxtlar əziyyət çəkirəm ya da maşında oturanda, maşından düşəndə əziyyət çəkirəm. 2-3 dəqiqə tutur, sonra buraxır, mən bütün gün normal oluram demək olar ki, amma yırtığın ölçüləri kifayət qədər böyükdür. Bəzi vaxtlar elə olur ki, yırtıq balacadır, yəni çox böyük deyil, 3 milli, 4 milli protruziya da ola bilər.
amma pasiyenti çox incidir, pasiyentin həyat keyfiyyətini çox aşağı salır, pasiyent daimi ağrıyır, gecə də yata bilmir. Yəni onu mən bunun üçün qeyd edirəm ki, bu çox individual bir vəziyyətdir və individual müalicə taktikası burada seçilməlidir. Hansı hallarda biz mütləq yəni dayanmadan, gözləmədən həkimə mütləq müraciət etməliyik. Bəzi vaxtlar elə olur, daha çox elə pasiyentlər var ki, hansı ki, xroniki bel ya boyun ağrılardan əziyyət çəkir. Arada bu ağrılar tutur, pasiyent özü evdə hansısa ağrı kəsicini qəbul edir, hansı plaster yapışdırır, 2-3 gün gözləyir, ağrı keçir. Belə hallarda olur, amma bəzi hallarda mütləq və mütləq gözləmədən həkimə müraciət etmək lazımdır. Hansı halları biz nələrdə tuturuq? Dediyim kimi, əgər ağrı qollara yayılırsa, əgər keyləşmə olursa, əgər hərəkət məhdudlaşması qollarda, barmaqlarda, əlində siz zəiflik hiss eləyirsinizsə, əgər biz beldən danışırıq, ayaqlarda siz keyləşməni, ayaqlarda hərəkət məhdudiyyətini, zəifliyi, keyləşməni hiss eləyirsinizsə, dediyim kimi, mütləq gözləmədən siz həkimə müraciət etməlisiniz, müayinə də aparılmalıdır. Çünki belə bir hallarda çox ciddi bir vəziyyət burada yəni buna səbəb ola bilər. Onu da mütləq araşdırmaq lazımdır, vaxtında müayinə edib müalicə etmək lazımdır. Müalicə necə aparılır belə hallarda? Əksər hallarda, təxmini 90% hallarda fəqərəarası yırtıqlar əməliyyatsız müalicə olunur. Əməliyyatsız müalicənin haqqında danışanda bunun içində biz nəyi nəzərdə tuturuq? Fizioterapevtik müalicə, medikamentoz müalicə, mütləq müalicəvi idman burada aiddir. Onu da qeyd edeyim ki, bütün fizioterapevtik prosedurlar fərdi olaraq pasiyentə seçilir, fərdi olmalıdır. Və müalicəvi idmanını da biz kəskin dövrdə adətən təyin etmirik. Çünki onlar ağrıları daha da provokasiya edə bilər. Bir neçə gün gözləyirik, bir neçə gün kəskin dövrünü biz medikamentoz ya da fizioterapevtik müalicə ilə idarə edirik və ondan sonra artıq müalicəvi idmanlara başlamaq olar. Onu da qeyd edeyim ki, bu idmanları bizim saytımızdan da götürə bilərsiniz. 10% hallarda əgər çox kəskin bir ağrı sindromu var, hansı ki, heç bir üsulla kontrol olunmur. Yəni, pasiyent dayanmadan ağrır, heç bir iynə, heç bir dərman təsir eləmir. Təbii, belə hallarda yəni cərrahi müdaxilə tövsiyə oluna bilər. Bəzi vaxtlar çox kəskin defisit yaranır pasiyentdə. Yəni, biz onu mütləq pasiyenti yoxlayırıq, baxırıq MRT, yəni disklərinə, MRT raportlarına pasiyentin özünü də mütləq yoxlayırıq. Bəzi hallarda əgər çox kəskin sıxılma varsa, burada Cauda-Equina sindromu, belə bir deyilən sindrom var, hansı ki, pasiyentdə çanaq orqanlarda disfunksiya yaranır, çanaq orqanların fəaliyyətinin kontrolu, belə deyək, itir. Belə hallarda ya da ki, mielopatiya riski varsa, boyundan söhbət gedir. Boyun yırtığı əgər çox kəskin baskı verirsə, onurğa beyinə, mielopatiya riski varsa, belə bir hallarda təbii biz mütləq pasiyenti gözləmədən neyrocərraha yönəldirik. Xoşbəxtlikdən belə hallar çox nadir hallarda olur. Cəmi 5-10% hallarda cərrahi müdaxilə tələb olunur. Dediyim kimi, bu yırtıqların müalicəsi mütləq həm fizioterapevtik medikamentoz müalicə, həm də kifayət qədər uzun müddətli müalicəvi idmanlar burada aparılmalıdır. Hansısa bir ağır idmanlar, trenajor zalı ya da ki, hansısa başqa travmatik idmanları biz nəzərdə tutmuruq. Müalicəvi idman haqqında danışanda bəzi idman hərəkətləri və üzgüçülük, orta templə yürüyüş, gündə 30 dəqiqədə orta templə yürüyüş ümumiyyətlə bizim həm fiziki aktivliyimiz üçün çox vacibdir və belimizin sağlamlığı üçün də çox mühüm bir rol oynayır.
Profilaktik biz nə etməliyik? Nə etməliyik ki, belə bir ağrılı vəziyyət yaranmasın? Profilaktika ilk öncə təbii risk faktorların idarə etməsidir və onlardan, bu risklərdən qaçmasından ibarətdir. Əgər biz biliriksə, oturaq həyat tərzi, gipodinamiya, artıq çəki, siqaret çəkmə, ağır fiziki iş, texniki düzgün olmayan hərəkətlər, əgər bunlar hamısı risk faktorlarıdırsa, təbii biz bu risk faktorlardan özümüzü mümkün qədər çalışmalıyıq ki, qoruyaq. Çox insanlarda oturaq iş var. Biz belə pasientlərə tövsiyə edirik ki, işdə hər 20-30 dəqiqədən bir durun, biraz gəzin, 1-2 dəqiqə gəzin, sonra yenə işinizi davam eləyin. Bu belinizin sağlamlığı üçün çox vacibdir. Ümumiyyətlə, kəskin ağrılı vəziyyət yırtıqlarla bağlı hardasa bir 15 günlük adətən müalicə tələb eləyir, əgər fizioterapiyadan danışırıq. Amma ümumən 4-6 həftə ərzində biz bu kəskin dövrü gözləməliyik. Bu dövr ərzində bu ağrılı sindrom azalır, ağrılar azalır və pasienti biz artıq reabilitasiya proqramına yəni cəlb eləyirik. Ümumiyyətlə, təbii belə bir hallar yaranmasın deyə dediyimiz kimi həyat tərzimizə riayət etmək lazımdır. Oturaq həyat tərzimizi, artıq çəki, yəni bütün bu faktorları kontrol eləmək lazımdır. Fiziki aktiv olmaq lazımdır və belə hallar az rast gəlinəcək. Mən tərəfdən bu qədər. Çox sağ olun, diqqətinizə görə görüşəcəyik inşallah.